Allahdan qeyrilərin çağırmalarına səbəb nədir? Ki, insanlar deyir ki, mən la ilahe illallah deyirəm, lakin görürsən ki, qəbirlərə, pirlərə və yaxud da imamlara və s. kimlərə çağırır. Yəni, bu insanların o şeylərə düşmələrinin əsas səbəb nədir? Yəni, onları aldadırlar, yoxsa la ilahe illallahı düzgün başa düşməmək? Yəni, hər ikisi də yoxdur. Səbəblər çoxdur. Yəni, ən birinci səbəblər onlar dini düzgün yerdən götürmürlər. Dini düzgün yerdən öyrənmədiklərinə görə Allah Teala onlara müvəffəq eləmir. Onlar haqqı düzgün tələb eləmirlər. Onların ən böyük səbəbləri onları örgədənlərin onları anlatmasıdır. Ən böyük azğınlıq səbəbləri və ondan da daha böyüyü onlar özləri haqqı istəməməkdir. Allahdan dua edib ki, Rabbi mənə haqqa yönəlt, məni doğru sənə ibadət edən haqqı ilə qullarını elə və Allah Teala əgər o həqiqətən istəyirsə Allah Teala onun sinəsini açar. Və əsas səbəb odur ki, onlar Allah Teala'dan həqiqi la ilahe illallah istəmirlər və bəzilərinin səbəbi dünyadır. Dünya mənfəətləri, necə ki, bayaq qeyd elədik, yerlər və s. Yəni bəziləri oranı ticarət mərkəzinə çevirib və s. Ona görə o da yəni mane deyil. Yox, Allahdan qeyrisini çağıranlar, məsələn, görürsən bəzən elə bir bəhanə deyir, buna gətirirlər ki, məsələn deyir ki, sən deyir necə ki, hər hansısa bir zavod, fabrik və yaxud da prezidentin yanına qəbuluna girəndə sən hansısa bir onun katibəçisinin, vasitəsinin yanına girəsən. Amma məsələn deyir ki, biz də məsələn o Allah Teala'ya çatmaq üçün bu salih insanların vasitəsilə, Həsəndir, Hüseyndir və s. kimi, məsələn o imamların vasitəsilə gəlib Allah'a. Əgər o müdirlər hər yerdə eşitsəydilər, hər kəsi eşitsəydilər, hər kəsin ehtiyacını bilsəydilər, heç kim onun müavininin yanına getməzdilər. Birbaşa eşidirlər digər. Amma müdirlə Allah'ı müqayisə eləməyə cahillikdir. Məsələn biz bilsək ki, hər hansısa bir müdürü biz buradan çağırsaq, desək eşidirsə, əslən kiməsə gəlib yaxınlaşmaq avamlıqdır. Ona görə Allah Teala buyurur ki: "Və izə sə'aləkə ibadi anni fe inni qarib." Səndən mənim qullarım mənim haqqımda soruşsalar, mən yaxınam. Yəni, Allahla hansısa bir, məsəl üçün, hər hansısa bir müdirin müqayisə eləmək olmaz. Özləri deyirlər ki, Allah bənzətmək olmaz, sonra Allah bənzədilər müdirə. Allah Teala heç kimə bənzəməz. Allah Teala leysə kəmitlihi şey, onun bərabəri yoxdur, vasəmi olması, o işləmə görəndir. Allah Teala'nın tay bərabəri yoxdur. Allah Teala təkdir, vahiddir, qahhardır, əzəmətlidir. Allah Teala'nın bənzəri yoxdur. Allahın misli yoxdur. Hər bir şeydə, eşitməyində, görməyində. Lap tutaq ki, götürək misal çəkək, məsələn, 5 nəfər oturub bir yerdə, 5 nəfər oturub bir yerdə danışırlar. Məsələn, biri danışır, 4 nəfər qulaq asır. Birdən biri qulaq asıb 4'ü danışsa, təbii ki, qulaq asan deyir ki, qardaş, mən deyəm, bir danışın, başa düşürüm. Allah elə deyil. Allah hamı başa düşür. Hələ mən deyirəm, hamı bir dildə danışır. Birdən 5 nəfərin 4'ü biri rus olsa, biri İngilis, biri ərəb, məsələn, biri nə bilim, Kitay. Sən başa düşməyəcəksən. Allah elə deyil yəni. Bu cür müqayisə eləmək, həm də bunlar ki, hansı ki, onlar şəfaətçi götürürlər, onlar qəbirlərini və s. Onlar demək istəyirlər ki, onlar bütün dilləri bilirlər. Məsələn, bir dənə Kitaydır, gəlib dua eləmək istəyir, məsələn, filan kəsə, hansısa bir övliyə. Övliyə də ərəb olub. Ərəb dilindən başqa heç bir dili bilməyib. O Kitay da deyir, o başa düşmür axı onu. O dili bilməyib. Bu avamlıqdır, başa düşürsünüz, bu cahillikdir. Həmçinin hər yerdə hər şey eşitmək Allaha məxsusdur.